Salam uşaqlar. Bugünkü mövzumuz vokabularidir. Birinci çalışmadan başlayaq. Read the form answer. Formun cavablarını oxuyun. What do you think the form question is? Deyir ki, siz formundakı suallar haqqında nə düşünürsünüz? Choose A, B or C. Yəni bu variantlardan birini seçin. Gəlin readingləri edək. Hi there. Salam. It is important to remember the language I grew up with because it helped me feel connected to my family and the country I came from. Deyir ki, böyüdüyümüz dili xatırlamaq önəmlidir. Çünki o mənə gəldiyim ölkəyə və ailəmə bağlıymışam kimi hiss eləməyimə kömək edir. Speaking my mother tongue also helped me build a strong relationship with my relatives who speak the same language. Ana dilində danışmaq həmçinin mənə eyni dildə danışan qohumlarımla güclü əlaqə qurmağıma kömək edir. Here I am learning English, but using my mother tongue give me confidence because it's a part of who I am. Burada mən ingilis dili öyrənirəm. Lakin ana dilindən istifadə etmək mənə özgüvən verir. Çünki o mənim kim olmağımın bir hissəsidir. It is like having a special treasure that I can share with others while being proud of my roots. Bu eyni zamanda, yəni deyir ki, qürur duyduğum köklərimlə olarkən onu paylaşa biləcəyim xüsusi bir xəzinənin olması kimidir. Yəni deyir bu dil. Bu İradə idi. İndi gələk Nurlanı oxuyaq. Hi deyəm. Salam. Yes of course. Əlbəttə. It gives me a sense of belonging because it connects me to my family and the country I am from. Deyir ki, o mənə aid olma hissini verir. Çünki o məni gəldiyim ölkəyə və ailəmə bağlayır. Being fluent in my mother tongue help me recognize and understand things better. Deyir ki, ana dilində axıcı olmaq, yəni səlis olmaq mənə tanımağa və müəyyən şeyləri daha yaxşı başa düşməyimə kömək edir. It's like having a secret code that makes me feel at home. Bu eyni zamanda sehirli bir koddur ki, məni evimdəymişəm kimi hiss elətdirir. Speaking my mother tongue is essential for me. Ana dilində danışmaq mənim üçün vacibdir. I proudly speak my mother tongue with my Azerbaijani friends because it's like a warm hug from my home country. Mən Azərbaycanlı dostlarımla qürurla öz ana dilimdə danışıram. Çünki bu mənim ölkəmdən isti bir qucaqlanma kimi, yəni buna bənzər. Sanki elə bir öz ölkəmdən olan isti bir qucaqlama kimidir. And it makes me feel right at home. Və o mənə evimdəymişəm kimi hiss elətdirir. İndi isə ikinci çalışmaya baxırıq. Pay attention to the bold-faced word phrases in task 1. Deyir ki, çalışma 1-dəki qara sözlərə, ifadələrə diqqət yetirin. Choose the correct definition that match the meaning of each bold-faced word phrase. Və deyir, hər qara bu ifadənin sözü mənasına uyğun olan izahlara birləşdirin. Birinci söz connected. Bu uşaqlar adjektivdir və mənası əlaqəli, bağlı deməkdir. Adı deyir ki, feeling that you have nothing to do with people or things around. Yəni ətrafında olan insanlarla, əşyalarla, yəni heç nə etməmiş kimi hiss etmək. Yəni bunlarla heç bir əlaqəsi yoxmuş kimi hiss etmək. B-də deyir ki, feeling that you understand, like and are interested in someone or something. Deyir ki, kimləsə və yaxud da nəyləsə maraqlanmaq, onu başa düşmək kimi hissi, başa düşmək hissi. Yəni olacaq B variantı. Relationship isimdir, noun və mənası əlaqə, münasibət deməkdir. A-da deyir ki, the way in which two or more people feel and behave toward each other. Deyir ki, iki və daha çox insanla, yəni davranış, bir-birini hiss etmək,
Yəni bu yoldur. Belə deyir ki, the way how people act in a difficult situation. Yəni elə bir yoldur ki, yəni insanların çətin situasiyalarda necə hərəkət edəcəyi bir yoldur. Olacaq burada da A variantı. 3-də confidence, özgüvən, noundur, yəni isimdir. A'da deyir ki, feeling uncertain about yourself and giving up. Yəni özün haqqında belə deyək də vacibsizlik hissi, eyni zamanda pes etmək hissi. Belə də deyir ki, feeling sure of yourself and believing you can do things well. Yəni özündən əmin olmaq hissi, nə isə əla edəcəyinə inanmaq hissi olacaq B variantı. Roots yenə noundur. Origin, root kök deməkdir, yəni bir şeyin kökü, mənbəsi. A'da deyir origin, mənşə. B'də deyir future, gələcək. Əlbəttə ki, cavabımız olacaq A variantı. 5-də deyir ki, a sense of belonging. Bu uşaqlar bir ifadədir, yəni nə isə aid olmaq hissi. Feeling like you are from a different group or place. Deyir ki, müxtəlif qrupdan və yaxud da bir yerdən belə deyək də, müəyyən müxtəlif bir qrup və yaxud da ki, yerdən imişsən kimi hissi. Feeling like you are part of a group or place. Deyir ki, bir qrup və yaxud da ki, bir yerin bir hissəsi kimi bir his olacaq B variantı. Fluent adjectivdir, axıcı, səlis deməkdir. A'da deyir ki, when a person is a fluent, she can speak a language well and quickly. Elə bir insandır ki, axıcı danışır və eyni zamanda axıcıdır və eyni zamanda o dili əla və sürətli şəkildə danışmağı bacarır. Əlbəttə ki, burada A variantı olacaq. B'də də deyir ki, when a person is fluent, she cannot speak a language at all. Deyir axıcıdır, yəni axıcı olanda o dili qətiyyən danışmağı bacarmır. 7-də recognize, tanımaq deməkdir, feildir, verb. A'da deyir ki, not to know someone or something because you haven't seen or heard him or her or experienced it before. Yəni kimisə və nəyisə tanımamaq, bilməmək. Çünki sən onu heç görməmisən, eşitməmisən, təcrübən yoxdur əvvəlcədən onun haqqında. Belə deyir ki, know someone or something because you have seen or heard him or her or experienced it before. Yəni sən kimisə nəyisə bilirsən, tanıyırsan. Çünki sən əvvəlcədən onu görmüsən, eşitmisən və əvvəlcədən onun haqqında təcrübəlisən. 8-də deyir ki, essential, yəni vacib adjectivdir, vacib önəmli deməkdir. A'da deyir necessary or needed, yəni necessary də vacib, needed ehtiyacı olan. B'də unimportant, önəmsiz, yəni vacib olmayan deməkdir. Əlbəttə ki, cavabımız A variantı olacaq. Beləliklə uşaqlar, 3-cü çalışmada isə complete the sentences with the word phrase from task 2. Deyir ki, çalışma 2-dəki sözləri, ifadələri seçərək boşluqları tamamlayın. Bunu da siz tamamlayın və yorumlara da yazarsınız.